Salam. Bir neçə gün əvvəl haqları tapdandığına, mülki əlindən aldığına görə özünü yandıran Qarabağ qazisi Zaur Həsənov vəfat etdi. Bu vətəndaş faciəsi biraz Azərbaycanlı mentalitetinə, biraz İslam dininə uyğun şəkildə pulla yatırıldı. Yəni qan bahasına. Mövcud rejim öz vətəndaşının haqlarını, öz vətəndaşının faciəsini yenə pulla satın aldı. Zaur Həsənovun ailəsinə 100.000 manat ödəndi və Zaur Həsənovun ailəsi susduruldu. Necə ki, bir müddət əvvəl orduda öldürülmüş əskər Ceyhun Qubadovun anası pulla susdurulmuşdu. Necə ki, Ceyhun kimi orduda özbaşınalıq, məsuliyyətsizlik, zorakılıq, qanunsuzluq qurbanı olub öldürülən, ölən əskərlərin ailələri pulla satın alınır. Necə ki, hər hansı bir haqqı tapdandığına görə etiraz səsini ucaltmaq istəyən insanlar pulla susdurulur. Bəli, biz hakimiyyətdən pul alıb və pulun qarşılığında etiraz səsini kəsən insanları, ailələri qınayırıq. Konkret olaraq Zaur Həsənovun da ailəsini qınayırıq. Amma gəlin biz məsələyə jurnalist kimi yox, müxalifətçi, siyasi fəal, yaxşı vətəndaş kimi deyil, insan kimi baxaq, sadə insanlar kimi. Nədir kasıb ailə üçün 100.000 manat? 100.000 manat kasıb bir ailə üçün borclarının silinməyi deməkdir. Bir neçə il firavan həyat deməkdir. Doyunca yemək deməkdir, üşüməmək deməkdir. Məktəbə gedəndə kasıb paltarlarından utanmamaq deməkdir. Bəlkə də bunu belə də ifadə etmək olar ki, 100.000 manat kasıb bir ailənin, çoxuşaqlı bir ailənin həyatını xilas elədi. Olsun bir müddətli, amma xilas elədi. Bu yerdə mənim yadıma böyük rus yazıçısı Dostoyevskinin Karamazov qardaşları əsəri düşdü. Çünki orada bu məsələyə hardasa oxşar olan bir hadisə var. Əsərin əvvəllərində qəhrəmanlardan biri, böyük qardaş Dmitri Karamazov, istefada olan kasıb ştabs kapitanı balaca oğlunun gözləri qarşısında vəhşicəsinə döyür. Döyür, ona söyür, təhqir eləyir, alçaldır. Və bütün bu döyülmə, söyülmə, alçalma səhnəsi ştabs kapitanın balaca oğlunun gözləri qarşısında baş verir. Qəsəbə sakinləri bu hadisədən sonra düşünürlər ki, varlı oğlu, mülkədar oğlu Dmitri Karamazov bir neçə rublun qarşılığında kasıb ştabs kapitanı susduracaq. O pul alacaq və susacaq. Hətta məhəllədəki balaca oğlanlar da ştabs kapitanın oğlunu ələ salırlar. Sənin atan Dmitri Karamazovdan 10 rubl alıb səsini kəsəcək, ağzını yumacaq. Oğlu evə gəlir və atasından soruşur. Ata, sən doğrudanmı səni döyən adamdan 10 rubl alıb səsini kəsəcəksən? Və ştabs kapitan oğluna söz verir ki, o heç bir halda Dmitri Karamazovdan pul qəbul etməyəcək. Bir müddət sonra Dmitri Karamazovun kiçik qardaşı Alyosha Karamazov ştabs kapitanın yanına gəlir və ona 200 rubl təklif edir. Ailəsi qəpiklərlə keçinən, qəpiklərlə dolanan ştabs kapitan bu böyük məbləği 200 rublu əlinə alır, ovucunda sıxır və hündürdən düşünməyə başlayır. Bu 200 rubl mənim ailəmin həyatını xilas eləyə bilər. Mən bu pula evdə günlərdir ki, isti yemək yeməyən uşaqlarıma yemək ala bilərəm. Mən bu pula resepti bir aydır ki, masanın üstündə yatan şikəst qızıma dərmanlar ala bilərəm. Mən bu pulun qarşılığında hətta başqa qəsəbəyə köçə bilərəm. O yerlərə ki, orada mənim döyüldüyümü, təhqir edildiyimi heç kim bilmir. Bəli, bu 200 rubl məni və ailəmin həyatını xilas eləyə bilər. Alyosha Karamazov düşünür ki, ştabs kapitan artıq 200 rublu qəbul elədi. Amma bu yerdə ştabs kapitan 200 rublu ovucunda sıxır və torpağın üstünə atıb tapdıyır və deyir: Axı məni oğlumun gözü qarşısında təhqir ediblər. Axı məni oğlumun gözü qarşısında alçaldıblar. Bəs mən bu pulu qəbul etsəm, insanların yox, onun üzünə necə baxacağam? Bu hadisəni ona görə danışdım ki, Zaur Həsənovun hekayəti də buna oxşardı. Çünki onun oğlu da müsahibəsində demişdi ki, biz Səttar Mehbalıyevin yanına gedəndə o mənim atamı mənim gözümün qarşısında söyüb təhqir elədi. Həmin ştabs kapitan o 200 rublu ona görə yerə atmamışdı ki, o ideya adamı idi. Ona görə yerə atmamışdı ki, o hansısa bir
etirazda səbəb olmaq istəyirdi, etiraz dalğasına səbəb olmaq istəyirdi. O sadəcə öz oğlunun gözü qarşısında şərəfini qorumağa çalışırdı, şərəfini xilas etmək istəyirdi. Bəli, bizdə də böyük etiraz dalğaları o vaxt başlaya bilər ki, biz öz övladlarımıza çörək yox, şərəf hekayətləri qoyub gedək.